Salam yoldaşlar, necəsiz? Biz bugün informatikadan say sistemləri mövzusuna toxunacağıq. Deməli, dostlar, ümumiyyətlə say sistemləri dedikdə nəyi nəzərdə tuturuq biz? Deməli, bizim iki növ say sistemimiz mövcuddur. Birinci say sistemimiz mövqeyli say sistemləri, ikinci isə mövqeysiz say sistemi. Bəs nədir mövqeyli və ya mövqeysiz say sistemləri? Birinci mövqeysiz say sistemlərinə baxaq. Deməli, mövqeysiz say sistemləri dedikdə biz rum rəqəmlərini nəzərdə tuturuq. Videodan da göründüyü kimi baxın. Bir yazacağım. 1, 2. Az çox hər birimiz tanışıq bu rəqəmlərlə. Əksər hallarda istifadə edirik. Dostlar, burada bir nüans var. Əlbəttə bilirik biz bunu. Yenidən aydınlıq gətirmək istəyirəm. Deməli, dostlar, baxın 10, yəni bildiyimiz bizim X hərfi ilə işarə olunur. Deməli, X-in sol tərəfində bir dənə bir xətt qoyularsa, bu bizdə çıxma əməli icra edilir. X-in sağ tərəfində isə 1 və ya 2 və ya 3 plus qoyularsa isə bu bizə toplama əməlini icra edir. Yaxşı dostlar, bəs mövqeyli say sistemləri dedikdə nəyi nəzərdə tuturuq? Biz mövqeyli say sistemlərinin normal həyatımızda istifadə edirik. Deməli, birinci bizə lazım olacaq ikilik say sistemi, 8-lik say sistemi, 10-luq və 4-cü isə 16-lıq say sistemidir. Deməli, ikilik say sistemində 0 və 1-lər var. 2 rəqəmi iştirak eləmir. 8-lik say sistemi dedikdə isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 iştirak etmir. 10-luq say sistemi bizim istifadə etdiyimiz say sistemidir ki, riyaziyyatda daha çox bu say sistemindən istifadə edirik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 olmaz. Niyə? Çünki 10 rəqəm yox, ədəd sayılır artıq. Yaxşı, bəs 16-lıq say sistemi dedikdə nəyi nəzərdə tuturuq? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 yoxdur dostlar. Onun yerinə bizdə əlifbanın ilk hərfi A əvəz eləyir. 11-də B, 12-də C, 13-də D, 14-də Y, 15-də isə F. 16 yenə burada neyini iştirak etmir. Deməli, bizə ən çox lazım olan say sistemləri bu dördüdür. Yaxşı, nədir ikilik say sistemi? İkilik say sistemində ədədlər dedik ki, sadəcə 0 və 1-lərdən ibarət olur. Neyinirik biz dostlar indi? Qısa bir izahla ikilik say sistemindən 8-lik say sisteminə keçirmə əməlini icra edəcəyik. Deməli, həmişə aşağı hissəsində yazılan onun hansı say sisteminə aid olduğunu bildirir. Deməli dostlar, bizdə ikilikdə verilmiş bir ədədi 8-likdə göstərməyimizi istəyir. Deməli, neyinirik dostlar? İlk öncə biz baxaq görək 8. Bizə burada zaten 2-nin qüvvətləri lazımdır. Biz burada bu say sistemlərini icra edərkən mümkündür ki, biz 2-nin qüvvətlərini əzbər şəkildə bilək. Ən azı 2 üstü 12-yə qədər. Deməli dostlar, 4, 2, 1 qaydasından istifadə edirik. Bu hardan gəlir? Yaxşı, bəs deməli, ümumiyyətlə 8, 2-nin üstü 3-dürsə, yəni 3 bit. Axı biz bilirik bizim 0 və 1-lərimiz hər biri bir bit sayılır. 0, 1 bit, tutaq ki, 1 bit sayılır. 4, 2, 1 qaydası da buradan gəlir ki, 2 üstü 0, 2 üstü 1, 2 üstü 2. Deməli, neyinirik burada? Hansı ki 1-lər var, onları toplayırıq qüvvətlərinə. Necə? Baxın, 4 ilə 1-in cəmi topladıq, 5 yazdıq. Baxın, o biri ikinci hissədə 2 ilə 1-in cəmi, yəni 3 var. Deməli, nə oldu? Bizim rəqəmimizin biri 5, biri 3. 8-lik say sistemində verilmiş ədədimiz 5 və 3-dür. Aha, dostlar, bir digərinə baxaq. İkilikdən 10-luğa keçirmək qaydamıza baxaq. Deməli dostlar, ümumiyyətlə 10-luq bizim bilirik ki, riyaziyyatda çox istifadə edildiyimiz, ümumiyyətlə gündəlik həyatımızda çox istifadə edildiyimiz bir say sistemidir. Baxaq görək biz burada 10-luğa necə keçirik? 10-luğa keçmə qaydamız aydındır. Dostlar, deməli verilən hər rəqəmin üstü 2-nin qüvvətlərini sağdan sola doğru yazırıq. 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, 4, 5. Neyinirik? Verilən rəqəmi, altındakı rəqəmi üstdəki
2-nin qüvvətinə vururuq. Sonra isə tək-tək hər birini cəmləyirik. 1 vur 2 üstü 0, üstəgəl 0 vur 2 üstü 1, üstəgəl 1 vur 2 üstü 2, üstəgəl 1 vur 2 üstü 3, üstəgəl 0 vur 2 üstü 4, üstəgəl 1 vur 2 üstü 5. Sıfıra vurma zaten bilirik ki, 0 verir bizə. Ehtiyac yoxdur, getdi bunlar. 1 vur 2 üstü 0, nəyin üstü 0 olur ümumiyyətlə? 0 qüvvət bizə 1-i verir. Deməli, 1 vur 2 üstü 2, 2 üstü 2 4 deməkdir. 4 verir. 2 üstü 3 8-dir. Bir də qaldı 2 üstü 5. Deməli 2 üstü 5 isə bizə 32-ni verir. Deməli biz cəmlədik. Bizim ədədimiz 45 oldu. İkilik say sistemində verilmiş bu ədəd onluq say sisteminə keçərsə 45 olur. Dostlar, ikilikdən onadılığa keçmə qaydamız necədir? Yenə bir bitlərlə verilmiş bir ədədimiz var bizim. Deməli, nə edirik dostlar biz burada? İkilik say sistemini yazaq, 16-lığa keçirmə qaydamıza baxaq. Deməli, 2 üstü 16, 2-nin qüvvətində 2 üstü 4-dür. Biz də burada 4 bit olduğundan 4-4 ayıracağıq. Necə ki, 8-likdə 3-3 ayırmışdıq. Baxın, burada 4 dənə olmadığı üçün 0 ata bilərik. İstənilən qədər 4-ə tamamlamaq üçün qarşı istənilən qədər 0 ata bilərik. Yenə 1, 2, 4, 8, 1, 2, 4, 8, 1, 2, 4, 8. 8 də bildiniz də necə 2-nin qüvvətləri oldu. 2 üstü 0, 2 üstü 1, 2 üstü 2, 2 üstü 3. Deməli, nə edirik dostlar? Yenə eyni qayda ilə 8 üstə gəl 1 eləyir 9. Aşağıda da yenə 8 üstə gəl 10, 2 10 eləyir. 10 yox, onun yerinə nə yazırıq? Onun yerində 16-lıq say sistemindəki rəqəmimiz 16 idi. Deməli, yenə 4 ilə 1-ni cəmlədik 5. Deməli, bizim 16-lıqdakı bu ədədimiz 5A9 oldu. Aha dostlar, 8-likdən 2-liyə keçmək qaydamıza da baxaq. Deməli, 8-likdə verilmiş hər hansı bir rəqəm yazırıq. 2-liyə keçirmə qaydamız necədir? Dostlar, verilən rəqəmi, yəni 5, 6, 7. Bu 8-likdə verilmiş bir rəqəmdir. Nə edirik? Yenə aşağı xəttlədik belə 4 hissəyə ayırıb, yenə 4-2-1 qaydası ilə 0 və 1-lərin yerini düzəldəcək. Necə? Baxın, burada 4-2-1 qaydasında hamısı 1 olmalıdır ki, bu 7-ni versin bizə. 6-da necə olacaq? 1, 1, 0. 5-də necə olacaq? 1, 0, 1. Niyə? Çünki 1 yazılanlar altındakı bir yazılımdan cəmi yuxarıdakı rəqəmi verməlidir. Deməli, onluqdakı ədədimiz 1, 0, 1, 1, 1, 0, 1, 1, 1.